budaq cümlənin 3 tipi məlumdur. Hansılardır? 1. Budaq cümlə buraxılmış üzvün yerində işlənir. 2. Budaq cümlə baş cümlədəki əvəzli qəlbi izah edir və ya biz bunu deyə bilərik ki, budaq cümlə baş cümlədə izaha ehtiyacı olan üzvü izah edir. Və nəhayət 3-cü, budaq cümlə baş cümlənin ümumi məzmununa aid olur. Bu ilk 2 tipdə baş cümlədən sual çıxır. Budaq cümlə o sualın cavabı olur. 3-cü tipdə isə sual çıxmır adətən. Nümunələrdən baxaq. Birinci tipimiz dediyim kimi budaq cümlə baş cümlədə buraxılan üzvün yerində işlənir. Və yazıram ki, mən düşünürəm ki, sən gəlməlisən. Bu bir. İkincisi, ikinci tipimiz. Budaq cümlə baş cümlədəki əvəzli qəlbi izah edir və yaxud da ki, izaha ehtiyacı olan sözü və üzvü izah edir. Məsələn, deyirəm ki, elə insanlar var ki, bizə çox lazımdır. Və üçüncü, nə qədər yardım etsəm də heç kim bunu nəzərə almadı. Bunu nəzərə almadı. Bax, bu 3 tip budaq cümlənin mümkün tipləridir. Bunları cümlədən necə seçirik? Bu birinci tip dediyim kimi nədir? Burada buraxılmış üzv var. Sual çıxır. Baş cümlədə hansıdır? Mən düşünürəm ki, bu baş cümlədir. Bu da budaq cümləmizdir. Düzdür? Mən düşünürəm ki, sual çıxır. Nə düşünürsən və ya nəyi düşünürsən? Düzdür? Aha. Bu sual bizim baş cümlədən çıxan sualımızdır. Baş cümləmiz hansıdır? Mən düşünürəm ki, bu cümlədə, bu baş cümlədə nə sualına cavab verən söz varmı? Yoxdur. Nə sualına cavab verən söz yoxdur. Deməli, burada həmin o nə sualına cavab verən söz və ifadə buraxılıbdır. Yəni, burada nə var? Buraxılmış üzv var. Budaq cümlə işlənərək onu kompensasiya edir. Yəni, həmin o cümlənin məzmununda nə sualına cavab verən söz buraxıldığı üçün budaq cümlə onun əvəzinə işlənir. Budaq cümlə buraxılmış üzvün yerində işlənir. Yaxud da ki, mən gəldim ki, səni görüm. Baş və budaq cümlə. Birinci baş cümlədir. Mən gəldim ki, sual çıxır. Niyə? Niyə sual çıxdı? Düzdür? Okey, mən gəldim ki, bu baş cümləmizdə, həmin niyə sualının cavabı varmı? Xeyr, yoxdur. Deməli, burada nə var? Buraxılmış üzv var. Həmin niyə sualına cavab verən üzv buraxılıbdır. Budaq cümlə isə həmin buraxılmış üzvü kompensasiya edib, yəni onun əvəzinə işlənir. İndi bu yazdığım bu tiplərdə əvvəl budaq başdır, sonra budaq cümlə. Başqa bir nümunə yazarıq. Məsələn, yazar, gəlirdim ki, sən getdin. Bu cümlədə gəlirdim ki, sən getdin. İkinci tərəf baş cümlədir. Sən getdin. Sual çıxır, nə vaxt? Düzdür? Baş cümlədə, yəni sən getdin tərəfdə nə vaxt sualına cavab verən söz və ifadə varmı? Xeyr, yoxdur. Deməli, burada həmin o nə vaxt sualına cavab verən söz və ifadə buraxılıbdır. Yəni, bu nədir? Budaq cümlənin tipi olaraq. Buraxılmış üzv var, budaq cümlə. Həmin o buraxılmış üzvün yerində işlənibdir. Sən getdin. Nə vaxt, nə zaman? Mən gələndə. Deməli, baş cümlə, budaq cümlə və budaq cümlənin funksiyası nədir? Buraxılmış üzvün yerində işlənir. Bu birinci tipimizdir. İkinci tipimizdə bu baş cümlədə izaha ehtiyacı olan söz və ifadə olur. Yuxarı silər. Davam edək. Deməli, elə insanlar var ki, bizə çox lazımdır. Baş cümlə hansıdır? Budur. Elə insanlar var ki, bizim baş cümləmizdir. Qalanı budaq cümlə. Elə insanlar var ki, sual çıxır. Necə insanlar? Düzdür? Baş cümlədə necə sualı çıxdı meydana? Baş cümləyə baxıram, elə insanlar var ki, burada necə sualına cavab verən söz? Elə söz. Deməli, burada buraxılmış üzvdən söhbət getmir. Çünki baş cümlədən çıxan sualın cavabı burada var.
Amma fikri tam açmır, tam izah edə bilmir. Elə sözün deyəndə elə necə daxı bilmirik biz. Ona görə izaha ehtiyac duyur və bu da cümlə onu izah eləmək üçün işlənir. Bax, elə insanlar var ki, bizə çox lazımdır. Elə insanlar, necə insanlar? Bizə çox lazım olan insanlar. Bu da cümlə, baş cümlədəki əvəzliyi, qəlibi və yaxud da ki, hər hansı bir ifadəni izah elədi. Bu bizim ikinci tipimizdir. Başqa bir nümunə yazıram ki, məqsədim budur ki, siz 95 bal toplayasınız. Bu da subliminal mesajımız olsun. Məqsədim budur ki, siz 95 bal toplayasınız. Baş cümləmiz məqsədim budur ki tərəfi. Bu da cümləmiz də buradadır. Baş cümlədə məqsədim budur ki, hansı sual çıxır? Nədir? Nədir sualı çıxdı meydana. Düzdür? Baxıram ki, burada nədir sualın cavabı var mı? Budur. Düzdür? Budur sözü nədir sualın cavabıdır. Amma izaha ehtiyacı var. Bu da cümlə bu sözü və bu adlanır əvəzlik gəlib, onu izah eləmək üçün işlənir. Aydındır? Deməli, əvəzlik gəlib hansı tipdə olur? İkinci tipdə. Bu da cümlə baş cümlədəki izaha ehtiyacı olan sözü və ifadəni izah edir. Və həmin yerlərdə izaha ehtiyacı olan söz və ya ifadəyə biz deyirik əvəzlik gəlib. Bu qədər bəsitdir əslində. Yəni, sizi xilas eləyəcək, həmin o həyat xilas eləyəcək kömək sual verməkdir. Həm baş və budaq cümlənin yerini tapmaqda sizə kömək edir. Həm də budaq cümlənin tipini tapmaqda sizə ciddi şəkildə kömək edir. Yaxud bununla bağlı başqa bir nümunə yazaq. Yazıram ki, nə yazaq? Mən elə adamam ki, hamıya kömək etməyə çalışıram. Mən elə adamam ki, hamıya kömək etməyə çalışıram. Sual çıxır, mən necə adamam? Necə sualı çıxdı meydana, düzdür? Burada necənin cavabı elə sözüdür baş cümlədə. Və budaq cümlə. Həmin budaq cümlə. Bu elə sözünü izah eləmək üçün işlənibdir. Yaxşımı? Təkrar edirəm. Mən elə adamam ki, sual çıxır, necə adamam? Və necə sualının cavabı burada elə sözü var. Yəni burada buraxılmış üz yoxdur. Sadəcə burada izaha ehtiyacı olan üzv var və budaq cümlə həmin o izaha ehtiyacı olan üzvü izah edir. Bu bizim ikinci tipimiz. Daha sonra üçüncü tipimizdə artıq sual vermək imkanımız məhdudlaşır. Bax, nə qədər yardım etsəm də, aydındır ki, burada sahəni görürüksə, burada budaq baş sxemi 100%-dir. Budaq baş sxemi özünü göstərir. Deməli, nə qədər yardım etsəm də, heç kim bunu nəzərə almadı. Baxaq görək, hansı tərəfdən sual çıxır meydana. Heç kim bunu nəzərə almadı. Sual verək ki, bunu, nəyi? Baxaq görək, burada cavabı varmı? Bunu nəzərə almadı. Nəyi? Nə qədər yardım etsəm də. Yox, cavabı yoxdur burada. Yaxud başqa bir nümunə götürək. Buradan sual verə bilmərik zaten. Buradan sual vermə imkanımız yoxdur. Mümkün deyil. Bu tip, bax, bu adətən hərçənd ki ilə başlayan cümlələr, hərçənd ki ilə başlayan cümlələr, həmçinin düzdür, doğrudur, daha sonra hərçənd ki, düzdür, doğrudur. Bir də ki, sasə ilə işlənən cümlələr adətən üçüncü tipə aid olur. Budaq cümlə, baş cümlənin ümumi məzmununa aid olur, ümumi məzmununa. Amma ola bilər ki, sasə olsun, cümlədə olsun, amma orada əvəzli gəlib işlənmiş olsun, yəni ikinci tipə aid olmaq şansı da var. Bu zaman artıq sual verəcəyik. Sual vermək olur həmin cümlələrə. Məsələn, deyirəm ki, kim tez gəlsə, onu aparacağam. Belə bir cümlə yazılır. Kim tez gəlsə, onu aparacağam. Birinci tərəf budaq cümlədir, ikinci tərəf baş cümlədir. Düzdür, sasə varsa 100% belədir. Onu aparacağam, sual çıxır. Kimi?
Kimi sualı çıxdı, düzdür? Kimi sualının cavabı burada onu. Var mı? Var. Deməli, burada həmin o kimi sualının cavabı var. Yəni, burada buraxılmış üz var. İndi mənim şərtlərimdən də əsası nədir? Budaq baş cümlədən sual çıxır, budaq cümlədə isə o sualın cavabı olmalıdır. Onu aparacağım kimi? Tez gələni. Düzdür? Deməli, baş cümlədən sual çıxır, budaq cümlə o sualın cavabı olursa, 100% mən strukturu düz tapmışam. Həmçinin də burada kimi sualının cavabı onun sözü də var və izaha ehtiyacı var. Deməli, bu hansı tipdir? İkinci tipdir. Yəni, burada budaq cümlənin funksiyası əvəzli qəlibin məzmununu açmaqdan ibarətdir. Yəni, qısası, sasə görürsənsə, avtomatik demə ki, bu üçüncü tipə aiddir. Budaq cümlə, baş cümlənin ümumi məzmununa aiddir. Təbii ki, sən orada digər detalları da nəzərə almalısan ki, orada əvəzli qəlib ola bilər. Sual verirsən, əgər sualın cavabı burada varsa və bunun da izahı budaq cümlədə açılırsa, 100% ümumi məzmuna aid deyil.